Cənnət Park Təmir Qrupu olaraq Qusar rayonundayıq. Barnhouse layihəmizin tikintisi sürətlə davam edir. Layihənin ümumi sahəsi 118 kvadrat metrdir. Layihəmizdə geniş zal, mətbəx, 2 yataq otağı, 2 sanuzel və 1 teras nəzərdə tutulub. Layihəmizin fasadı isə minimal və müasir üslubda hazırlanacaq. Böyük panoramik şüşələr həm fasadı tamamlayacaq, həm də interyerə daha çox təbii işıq verəcək. İndi isə layihənin texniki hissəsinə baxaq. Fundamentdən əvvəl ərazidə ölçü və nişanlama işləri aparırıq. Bundan sonra qazıntı işləri görülür və fundamentin konstruksiyası hazırlanır. Fundamentdə ən vacib məsələ armatur karkasının düzgün yığılmağıdır. Armatur betonla birlikdə vahid dəmir beton sistemi yaradır və konstruksiyanın möhkəmliyini təmin edir. Fundament tamamlandıqdan sonra divar konstruksiyalarına keçilir. Hörgü zamanı divarların oxlara uyğunluğu, künclər və səviyyələr düzgün saxlanılır. Daha sonra kəmərin armatur karkası, qəlibi və betonlanması həyata keçirilir. Ricerlərdə konstruksiyanın mühüm elementlərindən biridir. Beləliklə, fundament, divarlar, monolit kəmərlər və ricerlər birlikdə vahid konstruktiv sistem kimi işləyir. Layihəmizin icrası 24 saat canlı müşahidə ilə nəzarətdə saxlanılır. Layihəmizin şambosu hazırlanıb və betonda verilib. Siz də rəsmi müqavilə, rəsmi zəmanət və sərfəli kredit şərtləri ilə bu cür layihələrin icra edilməsini istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlayın.